Herkese salam dostlar. Part 2'dən hər birinizi salamlayıram. Evdən çıxdıq dostlar. Gedirik Yasamala, Tacir üçün paltar almağa. Mən də öz əynimdəki paltarı sizlər üçün çəkmişəm. Nigarın zövqü ilə geyinmişəm. Necə alınıb hər birini yazarsınız. Makyajım necədir? Mənim zövqümlə sənə paltar alacağıq. Amma mən Nigarın zövqü ilə geyinmişəm. Heç nə deməyəcəm. Özü seçsin, özü alsın. Mən heç bir şey demirəm dostlar. Peşman olsa da özü olsun. Allah peşman olum, sonra deyir ki, belə elə. Ona görə də mənə lazım deyil, özü seçsin ən gözəli. Mənim də paltarım qızlar, indi buradan yerləşdirəcəm. Evdən çıxanda çəkdim sizlər üçün. Salamlamadım deyə dedim, burada salamlaşım, sonra o videonu buraya əkləyərəm. İndi siz bir dənə zövqlərinizlə, fikirlərinizlə yazın, görüm geyimim, saçım, makyajım necə alınıbdır. Qızlar, geyimim bu şəkildədir, necədir? Yəni fikirlərinizi yazarsınız. Saçımı belə düz elədik, Nigarla beraber. Boyunbax taxmadım, belə sırqa əlavə elədim. Geyimim də Lola Fashion'dandır bu arada. Ödəmim hədsiz çoxdur. Ona görə əslində hələ büyündən diyetdəyim. Necədir, yazın görün fikirlərinizi. Qızlar, gəldik, çatdıq. Tacir maşını saxlayıb gəlir. Mən ondan qabaq düşdüm. Çünki ayağımda kablok var idi. Biraz uzun gələ bilmədim. İndi Tacirlə Rozi bəy geyim seçirlər. Burada bu arada çox qəşəng endirimlər var. 10 manata. Yəni bu tərəfdən nə götürsəz qiyməti cəmi 10 manatdır. Burada çox qəşəng geyimlər var. Hər yerdə 25-30 manata satdığı modellər bizdə 10 manatdır. Parisdən malı birbaşa özümüz gətiririk. Ona görə qiymətlərimiz çox münasibdir. Ünvan da asan yerdədir. İnşaatçılar metrosu. McDonald's-un yaxınlığı Lioner mağazası. Lioner mağazası ilə görəcəksiniz. Baxın qızlar, yoldaş xanımın, Tacir müəllimin adından gələnlərə böyük endirimlərimiz var. Doğrudan endirim deyəsən. Hələ bu endirimdən başqa da qızlar, gələndə başqa bir endirim də olunacaq. Bu videonu kayd edib saxlayın, gələndə görsək. Gedək bu tərəfi də görsədim dostlar sizə. Burada çox qəşəng. Baxın, belə geyimlər var. Qəşəng sarıçkalar var. Biri-birindən qəşəng, rəngli. Əgər istəyirsinizsə, yoldaşlarınız qəşəng, zövqlü geyinsin, o zaman seçiminiz bura olsun. Burada qəşəng cinslər var. Ağ cins, göy cins. Belə sadə qəşəng köynəklər, sarıçkalar. Həm klassik, həm də sport geyimlər var. Çox qəşəng sport dəstlər var. Baxın. Bunlar da burada qeybət daşırlar. Bilməm kimin qeybətini, evini yıxırlar. Burada da qəşəng yuxarı hissədə köynəklər var, sadə köynəklər. Bu daşların qiyməti neçəyədir? Yoxsa demirsən sir qalsın? Bu köynək nə qəşəng tacib olun, bəyəndim. Klassiksən. Bunun balacası olur da, hər özü. Razmerləndir. Bunlar heç qızlar, bunlar hamısı 10 manatdır. Toba qızlar, yoldaşınızı vurun qoltuğunuza, qardaşınızı, atavızı gətirin, alın. Alın, aldırın. Gözəl cinslər də var, çox qəşəng. Tacir bəy axır ki bir şalvar bəyəndi. Buranın şalvarları görsən nə gözəldir. Amma Tacir o tərəfdə doludur şalvarlar. Qaretlər belə getə, hər də yerdə 150-200 manatdır, bizdə 70 manat. Əladır. Qiymətləri həqiqətən çox yaxşıdır. Yaxşıdır ki buradayıq da. Endirim eşdən kimi qaçdım gəldim. Dedim Tacir biraz endirimlə alsın, mən gedim baha-baha alım. Birazdan da keçirəcəm qızlar Esleydi mağazasına. Orada sırf qadım, yəni paltarlarıdır. Onu da sizlə bölüşəcəm. İndi seçim eləsin Tacir bəy, bir-bir əynimdə də göstərərəm. Dostlar, bu mənim zövqümləndir. Valla özüm seçmişəm, özüm vermişəm. Yəni, onun zövqü başqa şeylərdir. Görsəsən, prosto özüm. Hansıdır mənim zövqümdür? Budur. Buna yaraşandır. Xeyr, mən çox gözəl, nə qəşəng qaldı. Hə, çox qəşəng qaldı, bəyəndim. Özə rəngini də atdı. Qızlar necədir? Özüm seçmişəm, bunlara fikir verməyin. Olsun, elə saadət baxsın, bir geyimdən bütün gün qısqandığından partlasın. Eybi yoxdur. Bu da yaxşıdır, bax, sən anladın da. O dəst bəyək göstərdiyin dəsti. Sən özün də. Onun göstərdiyi dəsti. Ne o başdakı şey? Hə. Baxsanıza, bax onda. Valla bəyək balk olanda mən dedim, çox qəşəng. Düz onda bunu çıxartmışsan, tez verək də dərziyə. Gedişirik məclisə. Elə belə dəst götür, Tacir. Köynəyi də kəstirmək ehtiyacdır. Yaxşıdır köynək. Sən ayaq tərəfini biraz kəssinlər. Şakolasını kəssin, ha? Köynəyi kəsmirəm bunu. Qəşəng də mən. Bir dənə şalvarı düzəltsə, onunla da oturur. Amma çox qəşəngdir. Klassik və gözəl. Bir də zövqün yaxşıymış. Dərzlərdadır.
Xeyirli olsun. Ünvanımız İnşaatçılar metrosu, Leonir mağazası. Və gəlirsiniz, siz də beləcə kombi çəkində giyindik. Bir dənə belə köynək, bir dənə Hamısını belə özü plastik seçib. şalvar. Bunun başqa rəngi də var. Tacirun başqa 50 rəngində geyin. Də valla. İkisi 150 manatdır. Ne yaxşı. Class, Prem Class modellər. Vallahi Ucuz əladır. mallarına da bir tutmayın ha bizim malı. Prost dostlar bizim adımızla gəlib videonu görsədim, başqa indirimdə olacaq. Özünüz bildiniz qızlar. Adil xanımın, Adil bəyin adıyla gələnlərə özəl endirimlər var. Yəni bu videonu da burada saxlayın ki, səhərsi gün gələndə bacılar. Yəni biləsiz. Dostlar baxın bu da mənim zövqümdür. Görün necə qutu kimi oturdu. Qızlar, tacirin əynində gördüyünüz geyimi də burdandır. Qəşəng köynək götürdü. Deməli tacir bir dənə bunu götürdü. Hamısı Ruzinin zövqü ilə olub. Bir dənə belə bir dəst götürdü. Bu dəst də çox gözəldir. Sonra o köynəyin başqa rəngini götürdü. Əynindəki şalvar. Amma yəni hər Təbliğ. İnşallah. Geyimlər istəyirsinizsə gəlirsiniz bizim mağazaya. Bir də qızlar bunu deyim ki, burada qəşəng cütlük dəstləri olacaq. Bazar günündən, hə Ruzi? Bəli, Bazar bəli. günündən Var, çox qəşəng. Çatan köynəkləri geyib qıraqdan 50-60 manat arası, bizdə cəmi 35 manat. Çox yaxşıdır, qiymətlər həqiqətən münasibdir. Bunu qızlar öz yoldaşlarınıza görsədim. Bilirəm ki, indi tək falan baxanda rahatlıqla göstərirsiniz. Özləri gəlir seçir. Mən belə tam olaraq bir dənə opsiya çəkirəm. Siz baxın, qızlar. Sonra da özünüz rahat gəlib mağazadan da seçə bilərsiniz. Yəni biz gördünüz, gəldik. Tacir hər paltarı bəyənmir, amma buradan istədiyi geyimləri əldə etdik. Yəni əladır. Bu heç burada olanlar endirimdə olanlardır. Mağazasının olur. Ünvan da çox asan yerlər əslində. İnşaatçılar metrosu, Maqonsan, üzbəyüz. Metrodan çıxan Şöyle indi çıxanda görsədərik. Şöyle çıxan metro ilə gəlin, bir də taksiyə pul verməyin, rahat valla. 10 manat, 15 manat köynəklərdən. Tacirin təsəvvürünü 2 dəst götürdü, 250 manat elədi. Yəni möhtəşəmdir, yəni qiymətlər əladır. Həqiqətən əladır. Valla bu dəqiqə heç 50 manata gedirsən bazarlıq 2 dənə şey alırsın, düşmür. Ölkədə hər şeyin qiyməti qalxıb. Qalxıb, bəli. Yo, elə paltarlar da qalxıb, burada endirimdədir. Burada cinslərdir qızlar, hər çeşiddə cinslər var, amma hər biri bəylər üçündür. Qızlar, mən də geyimimi dəyişdim. Belə qəşəng ağ kostyum aldım STD mağazasından. Məclisə biraz gecikmişik. Bayaqdan həm tacir, həm də mən paltar ala-ala gecikdik. İnşallah gedim restorana çatım, əynimdə tam olaraq sizə göstərəcəm. Siz də öz fikirlərinizi yazarsınız. Qızlar, bu da mənim geyimim. Necədir? Hələ buradan tam da yaşı düşmür, tacir çəksin, elə baxın. Tacir və mən çəkə bilərsiniz. Çəkə bilərsiniz. 3-ə qalxacaq. Neçə var? 3-ə qalxacaq, 3. Qızlar, necədir? Mən baxın, fikirlərinizə yazarsınız. İndi biz qalxırıq yuxarı, oradan da videolar görüşürük. Yine musiqi sədaları altında səsləndirmə edirəm. Çünki musiqinin səsinə görə YouTube bir dənə bu şeyi yığışdırsaydı çox yaxşı olardı. Musiqi var deyə YouTube o dəqiqə spam göndərir. Ona görə üstünə məcburən səsləndirmə edirəm. Uşaqlıq dostlarımı burada gördüm. Çox ürəyim açıldı. Arzu xanımı yəqin tanıyırsınız. Çox gözəl mədəni xanımdır. Uşaqlıq dostumdur. Uşaqlıqda bir yerdə böyümüşük. İkimizin də müəllimimiz Marif müəllim olub. Yəni muğama bir yerdə getmişik. Həmişə mənim əlimdən tuturdu, gedirdik kaset zad çıxartmağa. Yəni çox yaxşı bir yerdə xatirələrimiz var. Gülka da həmçinin. Gülka da həm mənim, həm də Arzunun sinif yoldaşı olub. Mədəni Marifdə də bir yerdə oxumuşuq. Burada yenə Gülkamla coşmuşuq, oxuyuruq, dayanmırıq. Çünki Arzu xanımın uğurlarına çox sevinirik. Arzu xanım bizim dostumuz deyə həqiqətən də onun səsi çox bəyənirəm və onun uğurlarına o qədər çox sevinirəm ki, Allah həmişə xoşbəxt eləsin. İnşallah həmişə üzü gülsün. Elə Gülkamda həmçinin 3 sinif yoldaş, üçümüz də min şükür Allaha ki, siz izləyicilər tərəfindən sevinmişik, uğur qazanmışıq, yəni əziyyətimiz yerdə qalmayıb. Uşaqlıqdan çox əziyyət çəkmişik deyə Allah bizi sizin kimi gözəl izləyicilərlə mükafatlandırıb. Yaxşı ki varsınız, sizi çox amma çox sevirəm. Allah hər birinizin köməyiniz olsun. Bu da Nuramın qızıdır, bizim YouTube izləyicimizdir. Bu da qəşəng oynayır, əylənir. Bu məclis o qədər ürəyimcə oldu ki, hamısı öz dostlarımız, öz tanışlarımız, müğənni dostlarımız, həmkarlarımız. Ona görə yəni çox maraqlı, çox əyləncəli keçdi, çox ürəyim açıldı. Hər biri yəni özümüz idik də elə bil, rahat şəkildə. Balaca qızım da dayanmır, oxuyur, deyir kanala abunə olun, bildirimləri açın, yorum yazın. Siz də dostlar kanalımıza abunə olub bildirimləri açıb yorum yazmağı unutmayın və çalışın videomuzu sona qədər izləyin. Çox istərdim ki burada səsi açım, oxunan mahnıları eşidəsiz, amma heyflər olsun ki
yəni aça bilmirəm. Məcburən gərək tezləşdirim. Tezləşdirəndə də istər-istəməz videonun marağı itir. Amma biraz irəliləyən dəqiqələrdə videonu tezləşdirəcəm. İndi burada istəyirəm ki, qızlar, videonu tezləşdirim, Gülkamın oxumağına qulaq asın. Bir də kimləri tanıdınız, kommentdə yazarsınız. Hansı müğənnilərimizi sevirsiniz, hansı müğənnilərimizi izləyirsinizsə, kommentari bölməsində yazarsınız. Sizi çox sevirəm. İndi keçid eləyək Gülkamızın mahnısına qulaq asmağa. Abone olmak, zile basmayı, like Neyləsin dostlar? unutmayın. Dostlar neyləsin? İnşallah like'lar çoxalar. Çoxalsın, Saadət gilə gələcəm, birlikdə baxacağıq. Çəksən sən də vlog? Sən də vlog çəksən? Xeyr. Çəkə bilmirəm. Paylaşmağı bilmirəm. Çocukluğu seve seve dinlediği her zaman. Gəl. Sən Gözlərini də çağırırlar. çəkəcəm. Dillerimin dostu. Çok değerli gelirim. hanım.
Abi üzünüzü ben tərəf eləyin görüm. Dostlar geldik çay içmeye. Hamı telefondadır. Neyinirsiniz? Bizim güzel Arzu xanımımız, Yerim, Bərdəlim. Səsi gözəl, özü gözəl xanımımız. Yeni anılıb, təbrik eləmirəm səni çoxlu. Çox sağ ol. Gülü də sən də gəl bizim siyahıya qoşul, bacı qurban olum da bəsdir. Sonra ben bu ana siyasındayım. İnşallah. Bunlar özləri üçün söhbət eləyib, qeybət qırırlar. Kimin evini yıxırlar, birləşib bilmirəm, amma... Salam. Necəsiz? Belə salam. Dostlar, barmağım da qaldı qapı arasında. Allah bilmədim. Yo, elə bilir O ki, qədər qışqırtmayın. qışqırtma eləyib ki, uşaqlar. Həqiqətən barmağı qalıb qapının arasında deyir qapını aç, deyirəm nə qapını? Deyir barmağım qalıb qapının arasında. İnanmırım, Quranın da orada qışqırıram ki. Gördüm elə. Gülü, vəziyyət pisdir, buna bax. Deyirəm Gülü, aç, sonra Gülü belə həqiqi deyirsən. Deyirəm mən böyle öyrünüm. Nə? Mənə sayımdayım, deyir maşın Məhəmməd görsən bacı. İndən sonra demişəm, heç kimə qışqırtma eləməyəcəm. O əzələn dırrağına vurur. O deyir oğlunun evi nətər deyir? Yox. Doğru. Heç kim onu, yox. Heç kim inanmaz. Heç kim ona inanmaz. İndi ona görə mən nə edirəm, bacı da qışqırtma zat eləmirəm. Çünki barmağım. Baba, hey, buna bax baba. Buna bax, üzük qırıldı barmağımda. Yaxşı ki barmağı sınma. Elə yaxşı üzük bəlkə də qabağını alır ərazindən. Allah'ım. Sən yo üzük girdi, üzük bura əyilmə. Cümsən qaynayıb deşli burası. Üzük əyildi. Üzüyün burası girdi əlimə, cümsən burası göyərib. Buna bax. Bugün maşında deyil əzizdə gördüm. Görsən bacı. Bax da gülü, gör. Durub sizə ərzəcəm özüm. Sən bacının üstündən gəl. Beş kraska deyil bacı, manhemdi. Bu da 5 Mən nəyəm bəs? Məni belə vermişdin gülü buna. Hə? Görsən danışdırırdan adamı. 5 kraskadır. Hə, sən. Mənim bacılarım buradadır, üstümdən gəlin qızlar. Kodlama. Beyin sönür. Gülü bunlara bir dənə bu bacı. Biz yoxuq. Mənim kardeşimdir. Şəhliyar, bax qardaşım, bax. Şəhriyar, açıqlayabilirim. Şəhliyar, bax qardaşım, bax. Bax. Şəhriyar da bizim ürəyimizdir. Allah onun canını sağ eləsin. Allah onun ailəsini sizdən əks eləməsin. Yox, canlı deyil, videodur. Deməli, burada balaca dostumuz var. Melisə hədiyyə gətirib. Buradan dostlara nə deyə bilərsən? Sağ olun. Çox sağ ol, ürəyim var olasın. Canım yoxdur, senin var. Sənin boyda gəmin var. Mənim başqa kimin var ki, çıxıb bir də yedirsə, gedən bir daha gəlmir. Gəlib qəlbini üzmür, yalan sözü düzəlmir. Yalanla qapında yığışırlar, nə işdir soruşurlar. Biraz verə bilir, gözlə. Yalanlar. Payım yoxdur, sevim var. Həyat boyda qəmim var. Mənim başqa kimim var ki, çıxıb sən də gedirsən. Karım yoxdur, sevim var. Həyat boyda qəmim var. Mənim başqa kimim var ki, çıxıb sən də gedirsən. Gedən Bir daha gəlir. gəlib qəlbini üzmür, yalan sözü düzəlmir. Yalanla Qapımda yığışırlar. Allah Maşallah. Allah səni qoysun qazan. Ehtiyatlı Sənin adın nə idi? Bu arada YouTube izləyicimizdir. Yaqub özünə baxarsan, yaxşı. Baş üstə. Sevər, buradan səni salamlayır balaca dostumuz. Ay Arzu, səni verənə min şükür. Getdik. Səni verən, Gülü, səni verənə min şükür. Səni verənə min şükür. Kızlar, qəşəng yedik, içdik, dedik, güldük, saat 3 işləyib gedir yerə. Ev xaraşı. ev baxdı. Bəli. Qızlar, deməli gəldik və axşam çox gec idi. Sizlə sağollaşıb videonu sonlandıra bilmədim. İstəyirəm indi videomuzu sonlandırım. İnşallah ki sizlər üçün də bu video maraqlı oldu. Valla YouTube'un dərdi olmasa qızlar mahnının səsini açaram, siz də rahat-rahat baxarsınız. Amma məcburən biraz tezləşdirirəm ki, YouTube'dan ihlal yeməyək, kanala ziyanı olmasın. Sizi çox sevirəm. Videonun sona kimi izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Yaxşı ki varsınız, yaxşı ki mənim izləyicilərimsiniz.
İnşallah səhərki videomda sizlər üçün maraqlı olacaq. Gedirik ailəlikcə bağ evinə. Oradan da sizlər üçün çox qəşəng vloqlar bölüşəcəm. Bir də bəzi yorumları cavablamaq istəyirəm. Biraz yorğunam qızlar. Gecə yatmışam, səhərdə tezdən oyanmışam. Yorumları cavablamaq istəyirəm. Bəziləri yazıb ki, bəs Səadət xanım yemək falan paylaşırsınız. Ay nə bilim, çoxsun ehtiyacı olur, baxır. Sizi izləyən hamının imkanı olmur, hamı kasıbdır. Qızlar, mən nə edirəm ki, bəyəm nəyi paylaşıram ki, o boyda yemək bişirən YouTube-da var, YouTube-u açırsınız, yemək kanalları var bir sürü. Hamımız da baxırıq, mən də baxıram, hamımız da yəni baxırıq da, yəni. Mən də sizi düşünürəm, mən də sizi sevirəm. Hər birimizin evimizdə yemək bişir. Yenə deyirəm, yemək kanalları o qədər var ki, yemək kanallarının da heç kim baxmasın, heç kim o cəhətdən vlog paylaşmasın. Mən gündəlik həyatımı sizlərlə bölüşürəm, nələr edirəm, onları bölüşürəm. Yəni, bölüşməyəndə istər-istəməz maraqsız olur. Yəni, bunu mən nəyəsə görə bölüşmürəm ki, ay mən belə yaşayıram, mən belə yeyirəm. Hər birimizin çətinliyimiz olub. Mən də uşaqlıqda xoş gün görməmişəm. Yəni, hər birimizin çətinliyimiz olur, hər birimiz çətinlikdən keçirik. Videomuzu burada sonlandırıram dostlar. Eğer kanalımıza abone olmayanlar varsa kanalımıza abone olup bildirimleri açıp yorum yazmağı unutmayın. Sizi çok sevirəm. Yaxşı ki varsınız. Yaxşı ki mənim izləyicilərimsiz. Öpürəm sizləri. İnşallah sabahki videomda sizlər üçün maraqlı olar. Allah'a emanet olun. Hələlik.